Salam, necəsiz? Xoş gördük hər birinizi. Bugün sizlərin görüşünüzə test ilə gəldim. Slavyanların Azərbaycana yürüşü ilə bağlı testlərə baxacağıq. 10-cu əsr və 11-ci əsr dövrü, hansı ki biz bilirik ki, Slavyanların hələ Azərbaycana yürüşü 9-cu əsrin sonlarından başlamışdı. 10-cu əsr dövründə isə daha intensiv, yəni aramsız xarakter almışdı. Təbii ki də Slavyanların yürüşü 10-cu əsrdə bitməmişdi. Bundan sonraki dönəmdə 11-ci əsrdə, hətta 12-ci əsrdə belə Slavyanların yürüşü olmuşdu. İndi isə sualın izahına baxaq. Birinci cədvəldə 10-cu əsr dönəminə aid olanlar seçilməlidir. Slavyan donanmasının 1-ci Axistan tərəfindən məğlub edilməsi. Burada söhbət gedir 1175-ci ildən, hansı ki 1-ci Axistan Gürcü çarı 3-cü Georginin köməyi ilə Slavyanları Azərbaycandan qovmağa bacarmışdı. 1175-ci il isə 12-ci əsr olduğu üçün deməli A-nı götürməyəcəm, çünki mənə 10-cu əsr lazımdır. Dəbil şəhərinin Slavyanlar tərəfindən ələ keçirilməsi, belə bir məqamımız yoxdur. Slavyanların Dəbil üzərinə yürüşü baş verməmişdir, bu yanlışdır. Daha sonra Salarilərlə mübarizə aparılması, bu doğrudur. Çünki 944-cü ildə adicə biz hələ Bərdə faciəsini öyrənən zaman burada Salari hökmdarı Mərzban ibn Məhəmməd 30 minlik qoşunla gəlmişdi Bərdənin müdafiəsindəki Slavyanlara qarşı mübarizə aparmaq üçün. Lakin burada uzun müddət qala bilmir. Xəbər gəlir ki, Azərbaycanın cənubuna Mosul hakiminin yürüşü baş verib. Buna görə Azərbaycanı tərk etməyə məcbur olmuşdu. Və 944-cü ildə Slavyan Salari mübarizəsi olduğu üçün, bu da 10-cu əsr dönəminə aid olduğu üçün mən burada birinci cədvəldə C variantını seçə bilərəm. İkinci cədvələ keçid alıram. Burada isə 11-ci əsr dövrünü soruşur. Xilafət qoşunlarının məğlub edilməsi, Slavyanların ərəblərlə mübarizəsi haqqında məlumat qeyd edilməmişdir. Belə bir məlumat yoxdur. Dərbənd hakimi tərəfindən məğlub edilmələri söhbət gedir 1032 və 1033-cü il yürüşlərindən, hansı ki 1032-ci ildə Slavyanlar, Alanlar və Sərirlər birlikdə Azərbaycana Şirvanşahlar üzərinə yürüş edən zaman Dərbənd hakimi yerli əhalinin köməyi ilə Slavyanları qovmağı bacarmışdı. Bu birinci dəfə mübarizə idi. Növbət dəfə isə Slavyanlar 1033-cü ildə Dərbəndi geri qaytarmaq məqsədi ilə, daha doğrusu Dərbənd hakiminə qisas almaq məqsədi ilə geri qayıdan zaman burada yenidən bir daha Dərbənd hakimi tərəfindən məğlubiyyətə uğradılmışdılar və geri qayıtmışdılar. Və 1032-1033-cü illər 11-ci əsrə aid olduğu üçün biz burada B variantını götürə bilərik. Beyləqan şəhərinin qarət edilməsi, burada söhbət gedir 1030-cu il yürüşündən. Bəzən şagirdlər bunu xatırlamırlar. Burada söhbət bilirsinizmi nədən gedir? 1030-cu ildə Slavyanlar Şirvanşahlar üzərinə yürüş edən zaman çoxlu Şirvanlı həlak olur və Şirvana qarət edirlər. Və burada Şirvanşah hökmdarı 1-ci Mənüçöhür çətinliklə də olsa Araz çayının qarşısını bəndlə kəsərək Slavyanların yürüşünün qarşısını almağı bacarmışdı. Məhz elə həmin o 1030-cu il dönəmində Şəddadi dövlətində hökmdar Musa ibn Fəzl idi. Musa ibn Fəzlin qardaşı Beyləqanda üsyan qaldırır Musa ibn Fəzlə qarşı. Və bu zaman Musa ibn Fəzl Slavyanlardan kömək istəyir. 1030-cu ildə Beyləqana yaxınlaşan Slavyanlar burada qarətçilik, talançılıq edirlər, bir çox xeyli hədiyyələrlə, qənimətlərlə öz ölkələrinə geri qayıdıb gedirlər. Buna görə də Beyləqan şəhərinin qarət edilməsi 1030-cu il dönəmində var idi. Deməli, sualımızın cavabı 1C, 2BC olmalı idi. Sağ olun.